Bu il Marneuli Gürcüstan oxatma çempionatına ev sahibliyi etdi. Turnir 2 gün davam etdi. Ölkənin ən yaxşı oxatanları 3 yaş kateqoriyasında mübarizə apardılar. Yarış beynəlxalq qaydalara tam uyğun olaraq 18 metr məsafədən standart hədəflərə oxatmaqla keçdi. Bu ilki çempionat bir neçə cəhətdən fərqləndi. Turnirdə Gürcüstan Müdafiə Nazirliyinin para oxçuları da iştirak edərək öz nümunələri ilə idmanın sərhədsiz və məhdud imkanlar olmadığını göstərdilər. Marneuli Gürcü oxatma növünün mərkəzlərindən birinə çevrildi. Batum, Tbilisi kimi burada mərkəz sayılır. Kollektivdə çox yaxşı atmosfer var. Məşq edən uşaqların sayı artdı. Bu idman növü ölkəmizdə geniş miqyas alır. Gələcəyə böyük ümidlərimiz var. İstəyirəm Gürcüstan Oxatma Federasiyası ilə Marneuli yerli hakimiyyətinə bu cür turnirlərə ev sahibliyi etməmiz üçün gözəl şərait yaratdıqlarına görə təşəkkür edim. Marneulidə idmanın oxatma növü 2015-ci ildən mövcuddur. Cənab Gordezyaninin təşəbbüsü və bizim dəstəyimizlə inkişaf edir, idmançılar yetişir. Çempionatın mühüm yeniliyindən biri artıq rəsmi olimpiya idman növü olan və Gürcü idmançıları üçün yeni beynəlxalq imkanlar açan oxatmanın mürəkkəb kateqoriyasının əlavə edilməsi oldu. Bu çempionatda qalib olan idmançılar Bolqarıstanda keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaqlar. Biz Koreyalı mütəxəssis Ang Hyunsanı ölkəmizə dəvət etmişik. 2012-ci ildə o Gürcüstanda məşqçi idi. Ölkəmizdə bu idman növünün inkişafına təkan verir. Bu nəticələr həlledicidir. Nəticələrin əsasında Gürcüstan yığması tərtib olunacaq. Əminəm ki, nəticələr günü-gündən artacaq. Məncə, bizim idmançılar Avropa çempionatından uğurlarla qayıdacaqlar. Çempionatın final hissəsində Georgi Gordezyani kuboku püşçatması keçirildi ki, qalib Marneuli Bələdiyyəsi İdman Məktəbi kubokunu və 2000 lari məbləğində pul mükafatını qazandı.